Ölkənin ən böyük gözəllik festivalı olan Olifestdəyik. Derecede fəaliyyət, aktivlik göstərin. Bizim QR kodlarımız var. QR kodları biz təqdim edirik ekrana və 14:30'da ilk oyunumuz keçiriləcək. Golden Rose stadindən 4 dedilər. 4 dənə deyəsən attım, nəsə elə bir şeydir. 4 cür, 4 fərqli rəngdə nail color lock götürdük. Bir gəzək stenləri, maraqlı stenlər var. Bir də pulsuz içki qazandılar. Ay Allah. Mən 30'dan 27 tel tüfəylə atan olaraq, Kalaşnikovu 1 dəqiqəyə söküb yığan olaraq neçə vurdum, heç neçə. Bu 25 vurdu məsələ bir şey. Hələ ki 4 dırnaq lakı, bir dənə, daha doğrusu 3 dənə saç maskası qazanmışıq, başqa da bir şey qazanmışıq. Bir soru görərik də. Ağzımız hiç çəkirsən. Yorulduq. Gedirik yeməyə. Çünki yorulduq. Və istədik. Bir də ki, məsələn, bəzi sənlər hələ ki açılmıyor. Məsələn, L'Oreal'da dedilər ki, 1 saata gələrsiniz. Yəni, əslində bizim planımız vardı ki, saat hardasa 1-də çıxaq, hardasa da. 1'in yarısı çıxaq, gedək. Yemək yeyək, sonra oradan evə. Bir də ki, mən bir tanıtım videosu üçün bir giriş video çəkməliydim. Amma bunlar dözənmədilər. Qaydacıq. Dözə bilmədilər, acı bunlar deyə. Avtomatik olaraq. Həm də ki, telefonum uyarı verir 3 dəfə ki, cihaz isinib. Cihaz soyumalıdır. Ya bu da deməkdir ki, yəni hər şeyə dözən Samsung istiyə dözə bilmir. Allah qorudu məncə. Sakitlik. Yaxşı, o nə səsdir? Yaxşı. Polisin səsi də daha onda sözüm yoxdur. Yuh. Hava çox istidir həqiqətən. Biraz külək var, amma yəni də çox istidir. Çox. Nə yeyirsiniz? Yemək. Deməli, neçə stent gəncliyimizi bilmirəm. 3 sənə Bioxy'dən saç maskası almışıq. 3 də fərqli deyəsən. 3-cüsü də buradadır. 10%lik kupon kartlardır. 3 adamlıq deyə biraz çoxdur deyəsən. L'Oreal falan açılmamış da hələ. Peki Golden Rose'dan 4 dənə lakdır. Amma bir dənə deyəsən normaldır. Qalanları bizə oxşuyur. Şeydir, elə bilmirəm, bəlkə istidəndir. Elə bir ki, lakın içinə quruyanda aslan tökürsən, elə bir şey olur da. Onu açmaya, mənə bunlar maraqlıdır. Yox, amma bir şey deyim, normaldır. Sadəcə gündən yəqin ki, elə görünür. Hə. Sadəcə gündən elə görünür. Gündən elə görünürmüş. Bunu bir yanda vuracağım. Çünki baxın.
Biraz qəribə olur rəngi. Aça bilmirəm. Mikrobda Olivia'dan belə gedərik də onlarla 31 neçimi bir alış-veriş eləyərik. Nərmanovda Olivia var. Bura gedərik. Sabah onsuz işə getməliyəm. ABD gedib həll eləyərik məsələni. Həm də ki, bir iki tövsiyə verəcəm. Elə biri divaj olacaq. Hər videoda adını çəkirəm. Aça bilmədim. Aça bilmədim. Bu bundan betər vəziyyətdədir. Amma yəni şeydir də, lap normaldır. Sadəcə günə görə deyəsən şeydir. Günə görə biraz baxın. Biraz qəribə rəng alır. Qarışdırdıqca qarışır amma. Qəşəngdir. Yeməyimizi yedik. Orasını da çəkmədim. Çəkmək istəmədim. Şeydir. Biz dedik ki, qayıdarıq amma qayıtmağı düşünmürük. Niyə? Bilmirəm elə. Deyəsən biraz yorulduq. Deyəsən. Həm də ki, yəni çox sıxlıqdır. Mənim də sıxlıq olan yerdən biraz zəhləm gedir. O an fakültədə 395 nəfər olması şoku. Eybi yox, məncə bu günlük bu qədər bəsidir. Evə qayıdacağıq. Olivia'ya girib baxacağıq birinci, amma elə belə baxacağıq da, yəni şey eləməyəcəyik. Nəsə almağa hələ ki düşünmürəm. Gələn haftamda gəlib sırf gəzib onun üçün ayrı bir video çəkmək istəyirəm. Heç olmasa shorts formasında ayrı bir kontent çıxarmaq istəyirəm. Ona görə də indi şey eləməyəcəm, elə belə gəzəcəyəm də ki, vaxt biraz keçsin deyə. Sahildəki Olivia ilə girəcəyik, çox böyük ehtimal. Bir də ki, saçım üçün buruşka almalıyam. Onu alacağam. Sonra qayıdarıq yəqin ki. Şey deyirlər, pulun başı ağrıyırdı. 5 manatın başı ağrıyırdı. Getdim verdim ora. Keçən il orada atış atmışam və ondan 7-sini atmışam. Sadəcə bilirsiz necədir? Keçən il mən eynəksiz atmışdım məncə. Düz deyil. Eynəksiz atmışdım da. Bu il bilmirəm kiməsə yəqin ki nəsə olub ki eynək gətiriblər. Eynəklə atdım. Eynək o da bulanıq idi ki. Ujas. Normalda bilirsiz necədir? O hissənin adı yadımdan çıxıb, buraları bir yerlərə qoyacam, nədən danışıram da, yəni. Orta hissəsi, orta çıxıntısı, həmin o çuxura deşiyə dək gəlməlidir. Tir tüfəyinin də bir atış atmış olanlar bilərlər də. Burada bilirsiz necədir? Hər ikisi görünür, amma qabaqdakı hissə o qədər bulanıqdır ki, yəni açıq o qədər bulanıqdır ki, uzaq yaxşı görünür, qabağa iç göründə də yəni elə bir şey, yaxını zəif görənlər olur, elə bir şey də yəni. Tanıtım videomuzu da çəkdik. İndi Olivia'ya gedəcəyik, amma yəni mırtına baxıb çıxacağıq da yəni. Məncə video qəşəng alındı. Əsasda bir hissəsi var, keçid hissədə yəni. Ora məncə qəşəng alındı. Sadəcə qalan partları tez bir şəkildə çəkib şey eləməliyəm. Çünki tanıtım videosu da, amma tanıtım videosunun qabaq 10 dənə video var. Olivia'dayıq. Saç buruşkasına baxdım, yox idi. Divar. Tint. Məndə birisi hansına var. Bunlardan var. Zor da olar. Sonra bunlardan 2 rəng var. İstəyəndə 01 rəng yox idi, amma qəşəngdir. Bir də konsilon istifadə eləmişəm, divarın. Həqiqi çox qəşəngdir.